İlkin hərbi hazırlıq dərsləri 10-cu sinifdən deyil, 5-ci sinifdən başlamalıdır. Gündəm xəbər TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının sədr müavini Viktor Vodolazki deyib. Onun sözlərinə görə uşaqlar özlərini və ailələrini necə qoruyacaqlarını bilməlidirlər. Qeyd eləyək ki, Rusiyada ilkin hərbi hazırlıq dərsləri Ukrayna müharibəsi başlayandan sonra bərpa edilib. 2023-cü ildə bu dərslər məktəblərdə ətraf mühitin təhlükəsizliyi kursuna daxil edilib və 2024-cü ildən isə Vətən müdafiəsinin əsasları adı ilə tədris olunur. Proqrama sıra hazırlığı, hava hücumlarından gizlənmə taktikası, əl qumbaralarından istifadə və ilkin tibbi yardımın əsasları daxildir. Məktəblərdə həmçinin atıcılıq tirləri və radiasiya kimyəvi kəşfiyyat laboratoriyaları da yaradılır.